Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Bakıda SOGOV 2025 Süni İntellekt İnsan və Transformasiya üçün adlı beynəlxalq konfrans keçirilib. Gülüstan Sarayında təşkil olunan konfransda hökumət rəsmiləri, millət vəkilləri, qeyri-hökumət və beynəlxalq təşkilatın nümayəndələri 20-yə yaxın ölkədən 350-yə nəfər yaxın iştirak edib. Tədbir DOST Agentliyinin fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb. DOST centers across the country, as well as a branch in Shusha, the Smart DOST Center in Agali village of Zangalong, and a service station in Kalbajar. By 2030, the entire country will be covered. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu konfrans eyni zamanda DOST Agentliyinin yeni SOGOV brendinin ilk dəfə təqdim olunması ilə sosial idarəetmədə innovasiyaların və düşüncə tərzinin yeni mərhələsinin başlanğıcını ifadə edir. Prezident cənab İlham Əliyevin sosial sahədə siyasətinin mərkəzində insan amilinin dayandığını bildirən nazir, bunun nəticəsi olaraq son illərdə sosial sahədə ardıcıl və dərin islahatların həyata keçirildiyini, 2018-2025-ci illərdə reallaşdırılan 5 böyük sosial islahat paketinin nailiyyətlərini, sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb. Konfransda Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Türkiyənin Əmək və Sosial Müdafiə Nazirinin müavini Ahmet Aydın və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva da çıxış ediblər. Onlar süni zəkanın sosial həyatda təsirinin və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunduğu və belə bir konfransın təşkil olunmasının əhəmiyyətini vurğulayıblar. Daha sonra tədbir panel müzakirələrlə davam edib. Rəqəmsal dövlət və süni intellekt transformasiya və eyni zamanda digər mövzularda müəyyən fikir mübadilələri aparılıb. Konfransda xarici nümayəndələrə təşəkkürnamələr və simvolik hədiyyələr təqdim edilib. Səbinə Hüseynli, Müqabil Vəbətxanov, Səs TV xəbər.